Hörmətli Tahir müəllim, əziz qonaqlar, saygıdəyər tədbir iştirakçıları. Bugün Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, əməkdar mədəniyyət işçisi Aşıq Ağamurad Şirvanlının 60 illik yubiley tədbirinə toplaşmışıq. Aşıq Ağamurad 1964-cü ildə Şamaxı rayon Mərzənliyə kəndində anadan olub. 1986-cı ildən mədəniyyət sayəsində fəaliyyət göstərir. Ağamurad İsrafilov 2011-ci ildə Azərbaycan Respublikasının prezidentinin sərəncamına əsasən əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. Ağamurad İsrafilov bir sıra respublika və beynəlxalq əhəmiyyətli mədəniyyət tədbirlərində ölkəmizi layiqincə təmsil eləmişdir. O, Azərbaycan Aşıqlar Birliyinin katibi və Birliyin Şirvan bölgüsünün rəhbəridir. Şamaxı rayon Mədəniyyət Mərkəzinin İncə Tellər Aşıq Ansamblunun bədii rəhbəridir. Əziz qonaqlar, indi isə sizi Aşıq Ağamurad Şirvanlının həyat və fəaliyyətinə həsr olunmuş videoçarxa baxmağa dəvət edirik. Приветствуйте гостей фестиваля. Ансамбль ширванских ашугов из Республики Азербайджан. Bakıdan gələn bu qədər saz seçmə ziyarları bura gətirən nədir? Ağamuradın insanlığı, mədəniyyəti, səhnə mədəniyyəti, aşıqlığı, şairliyi yüksək səviyyədə biz ondan mədəniyyət gördük. Mən Aşıq Muradı öpürəm, bağrıma basıram. Aşıq Murad bizim əzimizdir. Onun başçılığı ilə Şirvan aşıqlarının bir tədbiri olanda Azərbaycanın harasında uğurlu olsun, Bakıda olsun, Şamaxıda olsun, biz bayram eləyirik. Qayadan süzülür qaynalın sənin, başında gür olur yığınağın sənin, başında gür olur yığınağın sənin. Çox valı qonağın sənin, nadirdə çox valı qonağın sənin. Sevinclin gülüşdün az ceyran bular, sevinclin gülüşdün az ceyran bular. Şirvan Aşıqlar Birliyinin rəhbəri bizim çox gözəl aşığımız Aşıq Ağamurad oxudu. Və mən gördüm ki, onun oxusunda yalnız bugün 21-ci əsr yoxdur. Onun oxusunda 20-ci əsrin əvvəlindən aşıqları da var. Onun oxusunda gördüm o yanıq, o içərdən gələn hissiyat fırtınası ki var. Apardı bizi 19-cu əsrin aşıqlar sənətinə. Bizi elədi Aşıq Alının müasiri, Aşıq Ələsgərin müasiri. O böyük sənətkarların ruhunu mən Ağamuradın ifasında görürəm. Salam olsun ellərə, sevdalı könüllərə, Bilal deyən dillərə, gəl qataq var gülləri, Bilal deyən dillərə, gəl qataq var gülləri, Şirvanın bayramıdır, aşığı Bilal gülləri. Şirvanın bayramıdır, aşığı Bilal gülləri, dünyanın bayramıdır, aşığı Bilal gülləri. Və səni kimi də ustad aşıqlarımızın olması bizi xeyli ürəkləndirir. Sən Azərbaycan Aşıqlar Birliyinin rəyasət heyətinin üzvüsən, o cümlədən də Şirvan bölgəsi üzrə bizim təmsilçimizsən. Bunlar da üzərinə böyük məsuliyyət qoyur. Mən bir daha sənə təşəkkür eləyirəm. Ağamurad, qardaş, sənin haqqında 10 günlərlə söz desəm qutarmaq olmaz. Mən amma bizə cümlə ilə fikrimi deyəcəm. Gör nə qədər burada alimlər, akademiklər, professorlar var. Bunların gəlişi
Sən kimlik və sübutdur. Mən Ağamuradın sənətini çox sevirəm və bura gəlməyə də mənim o üçün əsas olan, mənə stimul verən bu gəlişimə o səbəb Aşıq Ağamuradın sənəti, onun insanlığıdır. Bu Şirvan aşıq sənətinə tam yələnmiş bir sənətkardır. Yəni, həm bunda o gözəl Şirvan məktəbinə xas olan muğamla aşıqlıq sənətinin, aşıq mahnılarının vəhdəti, onları üzvü surətdə bir-biri ilə əlaqələndirmək, yeri gələndə muğamın gözəlliyindən aşıq musiqisinin cazibəsini artırmaq, yeri gələndə aşıq şirinliyi ilə muğamın əsrarəngizliyini, təkrar edilməzliyini daha da qüvvətləndirmək, bax, bizim Ağamurada nəsib olan bir yaradıcılıq keyfiyyətidir. Посланцы солнечного Азербайджана, ансамбль ширванских ашугов. Aşıq Ağa Murad orada bir daha özünü gösterdi ki, o adi sənətkar değil, o adi insan değil. O qeyri-adi bir insan, qeyri-adi bir sənətkardır. Bu sazlı məclisə, sözlü məclisə çəmən gətirmişəm, gül gətirmişəm. Bu şirin məclisə, duzlu məclisə Ağamurad, bülbülüm at qoyan dil gətirmişəm, ay bülbülüm at qoyan dil gətirmişəm. Sənin ad gününü təbrik edirəm. İndi arzudur da, deyirik də, hamısı Allah Taala'nın əlindədir. Bir 50-də yaşasın, bəs eləyər. Şeyden güzeldi cananın demi, yandırdı Bilal'ı, hidranın beni. Gülşen gözlerinde gülün şebnemi, gülşen gözlerinde gülün şebnemi. Senin tek can alan gelinde gördüm, akerlan, nursallan, bəxtəvər mən ölsəm. Mən aşığam qalanda, el yerib qalanda, üstadların ürəyi dağa dönür. Şagirdlərdən belə enerji alanır. Allah sizi qorusun. Xalqı ilə qaynayıb qarışan aşıq, aşıqlar eşidin, bilin, agah olun. O xalqın ağsaqqalına çevrilir. Onun dediyi müdrik sözlər, ifalar indi üçün düzgün göstərən güzgü gələcəkdə tarix olur. Bilir ki sen benimsen, yurdun yuvan meskenimsen, anam doğma vətənimsen, ayrılar mı könülden? Azerbaycan, Azerbaycan, yaşa yaşa Azerbaycan, ay anam Azerbaycan, ay anam Azerbaycan. İndi isə hörmətli yubilyarımız Aşıq Ağamurad Şirvanlını alqışlarınızla səhnəyə dəvət edirik. Qonaqları salamlamaq və təbrik üçün söz verilir Şamaxı rayon İcra Hakimiyyətinin başçısı hörmətli Tahir Məmmədova. Hörmətli Aşıq Ağamurad, hörmətli qonaqlar, əziz tədbir iştirakçıları, hamınızı bu yubiley tədbirində, bu el sənətkarının yaradıcılığına və onun 60 illik ömrünün təbrikinə yığışmağınız münasibəti ilə xoş gəldin deyir və hamınıza çox sağ ol deyirəm. Xoş gəlmişsiniz. Aşıq sənətinin tarixi bildiyimiz kimi çox qədimdir. Biz bunu dastanlardan, şifahi xalq ədəbiyyatından, yaradıcılığından bilirik. Amma əlimizdə dəqiq bir məlumat, tarixi bir mənbə yoxdur ki, biz deyək filan tarixdən başlayıb. Ona görə bu çox qədimlərə gedib çıxan bu sənəti,
bugünə qədər yaşadan, gətirən bu cür dəyərli aşıq sənətinin nümayəndələridir. Bütün Azərbaycan xalqı da daxil olmaqla, bütün türk dilli xalqların aşıq sənəti var, sazı, qopuzu hər zaman olub və dastanlarda başda bizim bütün, bir daha deyirəm, türk dilli xalqların hər birinin öz dastanı hesab elədiyi, öz folkloru hesab elədiyi Dədə Qorqud dastanında biz Dədə Qorqudun az öncə video çaxda gördüyümüz kimi, Aşıq Muradın da qeyd etdiyi kimi, el ağsaqqalı olmasını və ondan daim hər kəsin müdrik sözlər eşitməsini, tövsiyələr eşitməsini, həyat fəlsəfəsi görürük, oxuyuruq və demək ki, çox qədimə gedib çıxan bu tarixi qeyd etdiyimiz kimi mənbələrdə biz görürük ki, bizim şifahi xalq ədəbiyyatının əsasını məhz aşıq yaradıcılığı təşkil edib və bu yaradıcılıqda bildiyimiz kimi bizim aşıqlarımız bizim coğrafiyada bugün bütün ədəbiyyatımızın zənginləşməsində əməyi olan, sözü olan, son dövrlərin, son əsrlərin aşıqları sırasında Şirvan aşıqlarının öz məktəbi, öz yeri oldu. Və bu Şirvan məktəbini yaşatmaq və bugün də məhz Aşıqlar Birliyinin bu bölgə üzrə nümayəndəsi olmaq təsadüfən Aşıq Ağamurada nəsib olmayıb. O bu, belə deyək, böyük məsuliyyəti öz zəhməti ilə, öz yaradıcılığı ilə, öz yüksək bu sənətə verilən qiyməti ilə, o sənətin prinsiplərinə, qaydalarına sadiqliyi ilə qazanır. Təbii ki, digər işlər kimi bu işdə asan başa gəlməyib. Ona görə bugünə qədər olan yaradıcılıq fəaliyyəti, təşkilati fəaliyyəti göstərir ki, bəli, bu elə Aşıqlar Birliyi tərəfindən də çox doğru seçimdir. Biz çox böyük məmnuniyyətlə, böyük qürur hissi ilə bunu deyə bilirik ki, Aşıq Ağamurad bizim bölgəmizdə bu sənəti çox layiqincə təmsil edir və yaşadır. Və eyni zamanda onun inkişafını təmin edir. Az öncə bu yaradıcılıq gecəsində bizi qarşılayan kiçik fidan balaların ifasını eşitdik və onların bugün yaradıcılığının formalaşması və inkişafı və ümumilikdə aşıq sənəti tam olaraq dövlət qayğısı ilə əhatə olunubdur. Bu çox ciddi bir prosesdir. Bilirik ki, bəlkə əsrlər öncə keçmiş zamanlarda elin, obanın qayğısı ilə, diqqəti ilə yaşayan bu sənət bugün dövlətimizin qayğısı ilə əhatə olunub və bu işdə qeyd etmək lazımdır ki, son illərdə xüsusilə hörmətli xanım 1-ci vitse-prezident Mehriban xanımın qayğısı və Heydər Əliyev Fondunun dəstəyi ilə aşıq sənəti təkcə ölkəmizdə yox, dünyada tərənnüm olunub, təmsil olunub və tanıdılıb. Və təbii ki, Azərbaycan aşıq sənətinin, ümumilikdə bu aşıq sənətləri Oğuz ellərindən gələn bu sənətin başqa folklorda, başqa bir çox folklorlarda əksini tapan bu sənətin içərisində öz yeri var, özünə məxsus yeri var. İstər ifası ilə, istər məzmunu ilə, istər təqdimatı ilə, hər bir detalına baxsaq görərik ki, Azərbaycan aşıq sənətinin özünə məxsusluğu var. Bax, bu özünə məxsusluğu qoruyub saxlamaq və onu gələcək nəsillərə ötürmək, hörmətli Ağamurad aşıq kimi aşıqların üzərinə düşən bir məsuliyyətdir və onu necə layiqincə yerinə yetirirlərsə, bizə yalnız onları alqışlamaq düşür. Və təbii ki, bugün biz dövlət qayğısından danışırsa, mütləq ölkəmizdəki mədəniyyət sahəsində göstərilən Cənab Prezident tərəfindən olan böyük qayğını və aparılan işləri mütləq vurğulamalıyıq. Çünki mədəniyyətimiz çox
belə deyək, zəngindir. Və bu zənginliyin hər bir detalına diqqət eləmək, hər bir detalı ayrılıqca qorumaq, onun inkişafını təmin etmək, onun üçün lazımi şərait yaratmaq, onun belə deyək, inkişafının təminatı üçün çatışmayan resursları bərpa etmək, bəzi hallarda buna da ehtiyac gəlir ki, biz bəzən görürsük ki, hansısa sahədə bir çatışmayan bir cəhəti müşahidə eləyəndə, biraz bizim kimi şəxslərin, dövlətdə çalışan insanların, regional mədəniyyət idarəmizin və s. işi digərlərindən asandır. Biz bir müraciət eləyirik, tutaq ki, Mədəniyyət Nazirliyinə, onlar da müvafiq qaydada ölkə rəhbərliyinə müraciət edirlər və görürsən bizim üçün çox qlobal görünən bir problem qısa vaxtda aradan qalxır. Bax, bugün əyləşdiyimiz Şamaxının mədəniyyət belə deyək, işçilərinin daim xidmətində olan bu mədəniyyət mərkəzi illər öncə bu atmosferdə deyildi. Bizim hamımız xatırlayırıq. Amma çox qısa vaxtda bizim ölkə rəhbərliyinin diqqəti və müvafiq tapşırığı ilə bugün əyləşdiyimiz indiki cavablara, indiki tələblərə cavab verən bir mədəniyyət evinə, bir teatr səhnəsinə çevrildi bura. Və bu təbii ki, burada yaşayan, yaradan, sənətini inkişaf etdirən insanlar üçün çox önəmli bir resursdur. Onlar üçün bir stimuldur, bir dəstəkdir ki, bəli, bizim üçün belə şərait yaradılır, belə ab-havamız var. Və bu, təbii ki, yaradılan şəraitdə digər mədəniyyətimizin sahələri ilə yanaşı aşıq sənəti də inkişaf edir və dövlətin qayğısını hiss eləyir. Az öncə qeyd etdiyimiz kimi məktəblər bu sənəti artıq yaşadırlar. Sonra təbii ki, bizim konservatoriyamızda bu sənət öyrənilir. Bu sahədə alimlərimiz, professorlarımız var. Onlar yeni tədqiqat işləri ilə yanaşı həm də nəsilləri öyrədirlər və onları bu mədəniyyət sahəsinin inkişafına yönəldirlər. Demək ki, dövlət qayğısı olduqca sənətə maraq da çoxalır. Gənc nəsil bilir ki, əgər mən də bu sənətin arxasınca getsəm, bugünkü yubilyarımız kimi dövlət tərəfindən diqqət mərkəzində olacağım. Cənab Prezident tərəfindən medalla təltif olunacağım, adla təltif olunacağım. Yaradıcılığım üçün şərait yaradılacaq və bu çox böyük bir stimuldur. Gələcək nəsillər üçün çox əyani bir misaldır, əyani bir nümunədir. Hörmətli yubilyarımız haqqında çox videoçaqdan çox mötəbər ölkəmizin ziyalıları bugün sıralarımızda olan və dünyasını dəyişmiş, Allah ölənlərin hər birinə rəhmət eləsin. Onların dilindən çox gözəl sözlər eşitdik. Mən o sözlərin, o fikirlərin hər birinə qoşuluram. Hörmətli Ağamurad müəllimin haqqında demək istəyirəm ki, sənəti, sözü ona görə sevilir, ona görə bizim üçün əzizdir ki, onun fəaliyyəti ilə, insani dəyərləri ilə, əməlləri ilə sözü üst-üstə düşür. Bu çox önəmli, vacib məsələdir. Elin gözü tərəzidir, atalarımız deyir. Bugün bu elin gözündə hörmətli Ağamurad müəllimin bu səviyyədə olması və sevilməsi onun təkcə sözü, sazı, avazı ilə bağlı deyil, həm də onun insanlığı, həm də onun şəxsi keyfiyyətləri, həm də onun vətəndaş mövqeyi ilə bağlıdır. Can sağlığı, gözəl yaradıcılıq uğurları arzulayırıq. Arzu edirik ki, o şaqraq səsiniz həmişə çağlasın, bizi sevindirsin, səhnələrimizi bəzəsin və Azərbaycan aşıq sənətini ölkəmizdə və dünyada bugünə qədər olduğu kimi yüksək səviyyədə təmsil edəsiniz. Çox sağ olun, uğurlar arzulayırıq. Çox sağ olun.
İsrafilov Ağamurad Balamuradov 60 illik yubileyi münasibəti ilə mədəniyyət sahəsində xüsusi xidmətlərinə görə fəxri fərmanla təltif olunur. Və bir bugünkü gündən yadigar üçün sizə bizim Şamaxlı rəssamların əl işini təqdim etmək istəyirəm. 100 yaşayın. Arzu edirik. Özünüz 100 yaşa dək. Yəqin ki, bundan daha qoca görünəcəksiniz. Amma ruhunuz, nəfəsiniz və şaqraq səxiniz bugünkü kimi cavan olsun. Təbrik üçün sözü Azərbaycan Aşıqlar Birliyinin sədri, filologiya elmləri doktoru, professor, hörmətli Məhərrəm Qasımlıyar. Hamınızı xoş gördük. 10 il bundan qabaq Ağamuradın yubileyi burada keçirilib. Və yadımdadır ki, bu zal bu cür ağzına kimi doluydu. Gələnlər də çox mötəbər qonaqlar idi və hamı da çox ürəkdən gələn sözlərini dedi. Mən də iştirak elədim, mən də çıxış elədim. İndi gördüm orada o çıxışların bir çoxunu. O adamların bəzisi dünyada yoxdur. Allah hamısına rəhmət eləsin, qalanlara can sağlığı. Amma bu 10 ildə Ağamurad öz sənətinlə, öz şəxsiyyətinlə, özünün xətir hörmətinlə təkcə Şirvan, Şamaxı miqyasında yox, Azərbaycan və Türk dünyasında çox tanındı, çox sevildi və dəyərləndirildi. Mən Ağamuradı bütün hallarda Şirvan aşıqlığının yaşından asıl olmayaraq, indiki halda ağsaqqalı hesab edirəm. O səbəbdən də bu bölgə üzrə, yəni Şirvan bölgəsi üzrə Aşıqlar Birliyinin muavinidir, yəni sədr muavinidir, katibdir, onun fəaliyyətindən də yerdən göyə qədər razıyam. İllər boyu Ağamurad İsrafilovu çox diqqətlə izləmişəm, sənətini də, şəxsiyyətini də. Ədəb ərkanından tutmuş oxu, ifa mədəniyyətinə qədər hər məqamda onunla yerdən göyə qədər razı olmuşam. Çox özünə məxsus Aşıq Ələsgər demişkən, alısınca xoş səda yaradan bir aşıqdır və öz sənətinlə el, oba içərisində baş ucalığından gəzən bir sənətkardır. Ağamuradın səsi gözəldir, amma bunun yanında onun repertuarı çox zəngindir. Musiqi repertuarında elə bir hava bilməzsən ki, onu Ağamurad ifa eləməsin. Çox arxaik havalar var, məsələn, qara qafiyə, çox nadir aşıqlar bilər. Ağamurad onu ifa edir. Bu sıradan xeyli havalar var ki, onun repertuarında bu geniş şəkildə yer alıb. Repertuarındakı dastanlar olduqca çoxdur. Yaxın keçmişdə Azərbaycan televiziyasında mən onun repertuarından Xəstə Qasımın Şamaxı səfərini lentə aldım və bu ilk dəfə olaraq bir Şirvan aşığının repertuarından səslənirdi. Bu mənada Ağamuradın sinəsində, gözündə, könlündə Azərbaycan aşıq mədəniyyətinin, Ozan aşıq mədəniyyətinin ən müxtəlif qatları yaşayır və başucaldan bir keyfiyyətini ortada qoyur. Bir şeyi demək istəyirəm. Vaxtı ilə Dədə Qorqudun 1300 illik yubileyində ulu öndərimiz Dədə Qorqudla bağlı maraqlı bir ifadə işlətdi. O dedi ki, Ozan aşıq mədəniyyəti milli varlığımızın ən mötəbər qaynağıdır. Demir qaynağıdır. Ən mötəbər sözünü vurğuladı. Mötəbər sözü o deməkdir ki, biz bu kökün üstündə durmuşuq. Digər mədəniyyət sahələri, musiqi sahələri var və başucalığımızda. Amma ana damar, şah damar, kökün özəyi bu sənətdir. Onu orada Dədə Qorqud miqyasında ulu öndərimiz vurğuladı və sonra bütün fəaliyyətdə də bunu gördük.
bugün UNESCO'nun qeyri-maddi siyasında dünya sənət şedevrləri sırasında Azərbaycan aşıq sənətinin yer alması sıradan bir məsələ deyil. O, Azərbaycanda humanitar mədəniyyət strategiyasının, ozan aşıq mədəniyyətinlə bağlı görülən işlərin nə qədər geniş miqyasda olduğunu göstərməkdədir. Yaxın günlərdə Bakımızda Aşıq Ələsgərin böyük ustadın heykəli ucaldı və onun açılışını bizim mötəbər cənab prezidentimiz gəldi, çox təntənə ilə qeyd elədi. Bizlər də orada ürək sözlərimizi dedik və orada mən dedim ki, bu Bakımızda ilk aşıq heykəlidir. Bakı heykəllər şəhəridir. Hər sahədə böyük heykəllər var. Baş ucaldan heykəllərdir çoxu da. Amma ilk aşıq heykəli Aşıq Ələsgərin heykəli idi. Mən arzu eləyirəm ki, o ənənənin davamı Gəncədə də olsun, Şamaxıda da olsun, Azərbaycanın Qazaxda da olsun, ən müxtəlif yerlərində aşıqların heykəlləri ucaldılsın. O cümlədən, bax, Tahir müəllim, sizdən də xüsusi şəkildə xahiş eləyirəm. Şirvan aşıqlığının babası Mirzə Bilaldır. Ağamurad da bilirdi ki, bizim sənətin onun çiyinləri üzərində ucalıbdır. Özü də Mirzə Bilal şəhid olmuş bir aşıqdır. O, Azərbaycan istiqlalı yolunda şəhid olub. Azərbaycan Xalq Cumhuriyyətində vəzifə daşıyıb, sonra onu 37-ci ildə repressiya eləyib və güllələyiblər. Yəni, o təkcə özünün böyük istedadınla Seyid Əzimin məktəbində oxumuşdu, Sabirlə bir sinifdə oxumuşdu. Böyük istedadınla tanınırdı, bilinirdi. Amma bu yolda həm də bu istedad və bu milli mücadilə yolunda şəhid olmuş bir aşıqdır. Onun bir büstünün bu mədəniyyət mərkəzinin qabağında qoyulması çox yerində olar. Çox təşəkkür edirəm. Çünki Aşıq Ələsgərin Bakıda ucaldılan heykəli bir daha göstərdi ki, xalq öz mədəniyyətinə, öz ozan aşıq mədəniyyətinə nə qədər yaxındır, bağlıdır və bugün burada Tahir müəllimin çıxışına mən diqqətlə qulaq asdım və gördüm ki, Tahir müəllimin də ürəyində, könlündə, özünün düşüncəsində bu məsələ çox önəmli yer tutur. İnşallah bu mənada yubiley olmasa da uyğun bir zaman, keçən il oldu o yubiley, Mirzə Bilalın 150 illik yubileyi. Yubiley olmasa da bir Mirzə Bilal günü bir gün tətbiq olunar və o münasibətlə mərkəzin qabağında onun büstü ucaldılmış olsun. Bunun yaxın gələcəkdə olacağına da inanırım. Çox təşəkkür edirəm hamınıza. Ağamuradın da elə ki, bugünkü yubileyi də gözü könlü də ondan çox razı qalacaq ki, Mirzə Bilalın heykəli ucaldılmış olacaq. Mən Ağamurad İsrafilovun elə bir ifasını, elə bir çıxışını görmürəm ki, orada böyük ustadlara yer verməsin. Bax, bayaqdan orada oxuduğu sözlərə fikir verin. Çox böyük ustadlardan oxuyur. Yəni, sıradan sözlər oxuyan sənətkar deyil. Ancaq tutarlı sözləri, tutarlı havaları oxuyur və Ağamuradın ən böyük diqqət çəkən cəhətlərindən biri də Tahir müəllim, onun dövlətçiliyə bağlı olmasıdır. Ağamurad dövlətçilik düşüncəsini öz ruhunda, varlığında, sənətində yaşadan bir aşıqdır. O diqqətli olmalıdır, o əməkdar mədəniyyət işçisi sıradan verilməyibdir. Yəni, onun Azərbaycan dövlətinə, dövlətçiliyinə bağlılığı da hər an, hər məqamda görünməkdədir. Mən tez-tez Şirvan aşıqlarına öz verilişlərimdə Azərbaycan televiziyasında geniş yer verirəm və xüsusən Aşıq Şakir Hacıyev, Pənah Pənahov, Məmmədağa Babayev kimi ulu ustadların yubileyi olanda birinci çağırdığım aşıq Ağamurad İsrafilov olur və Ağamurad da gəlir, o böyük ustadlara layiq çıxışlar eləyir, eşidirsiniz hər dəfə özünüzdə. O mənada bugün biz də buraya Ağamuradın 60 illik yubileyinə çox böyük sayğı ilə gəlmişik, ehtiramla gəlmişik və ona da deyirəm ki, heç 60-a da oxşuyub eləmirsən. 50 olar ya olmaz kimi görürəm. İnşallah bundan sonraki dönəmlərdə də bu şaxlıq, şuxluq və əhvalında olan sənət sevgisi daim yaşamaqda davam eləsin. Özü də deyim ki, Tahir müəllimi, onun anasını çox yaxşı tanıyırdım. Allah rəhmət eləsin. O mənə söz vermişdi, 100 il yaşayacaq. Amma 100'e 1-2 il qalmış ömrünü başa vurdu. İstəyirəm ki, Ağamurad onun o yanlışını düzəlsin, 100'ü tamamlamış olsun.
Yəni bunda bir zarafat kimi dedim. Ağamurad bizim həqiqətən Azərbaycan aşıqlar bir qürur duyduq. Səsini, nəfəsini təkcə Azərbaycan miqyasında deyil, Rusiyada, Dağıstanda, Qazaxıstanda, Türkiyədə, İranda, hətta mən vaxtilə onun Parisə səfərini, Londona səfərini də təşkil eləmişəm və gedib çox böyük üz ağlığından qayıdıb gəlib və bizə qürur yaşadıbdır. O üfüqlər böyüsün, o sənətinlə ucalmaqda davam eləsin, sizli bizli hamımız o gözəl günlərin şahidi olaq, onunla birlikdə bir gözəl saz söz nəfəsini həmişə yaşayaq. Mən istəyirəm ki, o ərmağanımız var, onu verim, gətir onu zəhmət olmasa bura. Aşıqlar Birliyinin bir fəxri diplomu 60 yaşından bağlı ona təqdim olunub. Burada mən təqribən söylədiyim məsələləri yazmışam, bura imzalamışam və artıqlamasınla layiqdir, onu təqdim eləyirəm. Var ol, təşəkkür. Sazı gətirmişəm ki, bugün burada ya Allah Ağamurada versin, ya mənə versin. Biz deyişək. İndi qorxuram, özü cəsarət eləməyə. O səbəbdən də mən bəri başdan özüm məğlub kimi bu sazı ona bağışlayıram. Adətən məğlub olandan sazı verir. Var o. Həmişə baş ucalır. İlləri yola salmışam. Sanma hələ qocalmışam. Eşq olsun. 60'ı yola salıb 70'in behin almışam. Amin. İndi isə təbrik üçün söz verilir. Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi, hörmətli Vasif Qurmazadəyə. Əziz qonaqlar, hörmətli tədbir iştirakçıları. Deyir, Azərbaycanın hər yerində torpağın altında bir tarix var, bir mədəniyyət var, amma Şirvanın tək torpağının yox, tozunun da altı tarixdir, mədəniyyətdir. Və nə gözəl ki, bugün biz məhz Şirvan torpağında Aşıq Ağamurad kimi istedadların işığına toplaşmaq şərəfinə nail olmuşuq. Azərbaycan aşıq sənəti Tahir müəllimin də vurğuladığı kimi qədim köklərə malikdir və bu bizim böyük mənaya, xalqımızın böyük mənaya dayanan bir gələnəyidir ki, burada insanımızın zehnində dədələrimizin təfəkkürü, nənələrimizin naxışlarında öz əksini tapmış, dəyərlənmiş, tarixləşmişdir. Və heç şübhəsiz ki, bir çox sənət sahələri kimi, amma onun içində də xüsusilə aşıq sənəti millətimizin qan yaddaşını gələcək nəsillərə daşımaq yolunda böyük bir körpü rol oynayır. Bu körpünün o əzəmətli tağlarından biridir Şirvan Aşıq Məktəbi. Azərbaycanda son müstəqillik illərində həyata keçirilən mədəniyyət siyasəti və onun tərkib hissəsi kimi aşıq sənətinə olan münasibət hər birimizin göz önündədir. Məndən əvvəl də vurğulandı, istər beynəlxalq tədbirlərdə, istərsə də ölkə əhəmiyyətli tədbirlərdə aşıqlarımızın ifaları, aşıqlarımızın o havacatları, insanlarımızın o ixtiyarına vermə səhnələri o qədər möhtəşəmdir ki,
bəzən bunu sözlə ifadə etmək də olmur. Amma bunun ən gözəli, hətta bəzən muğam tədbirlərində belə aşıqlarımıza yer ayrılmasıdır. Bu ondan irəli gəlir ki, Azərbaycanda məhz ifaçılıq sənətinin əsasında aşıq sənəti durur. Biz ona görə bəxtiyarıq ki, bizim mədəniyyətimiz istər aşıq sənətində, istər sənətin digər növlərində o əvvəl də qeyd elədiyim kimi dədələrin təfəkkürü və nənələrin ismarışları ilə zənginləşib. Və bu zənginlik hal-hazırda Azərbaycanda kifayət qədər ciddi nəticələrə gətirib çıxardıq mədəniyyət sahəsində ki, bugün də Azərbaycanın demək olar ki, mədəniyyət sahəsində Azərbaycan mədəniyyət adamlarının atdığı addımlar, onların iştirak elədiyi tədbirlər bizim üçün çox böyük uğurdur və qürurdur. Bu mənada mən bizim çox hörmətli Aşıq Ağamuradı əvvəl siz o filmdə də izlədiniz, dünyanın müxtəlif ölkələrində Azərbaycan mədəniyyətini təmsil etmək şərəfinə nail olub. Bu çox gözəldir. Biz məhz elə Azərbaycanı təmsil elədiyi üçün, Şirvanı təmsil elədiyi üçün ona öz təşəkkürlərimizi çatdırırıq, onu alqışlayırıq. 60 illik yubileyində özünün də dediyi kimi indi 70'in behin alıb, amma o videoda deyirlər ki, üstünə 50 gəl. Kimsə bizim aşıqlardan biri dedi, üstünə 50 gəlsən yetər. Uğurlar arzulayıram, təbrik edirəm. Və bir şeyi qeyd edeyim, bizim Mədəniyyət Nazirliyinin Aşığın indiyənə qədər olan fəaliyyəti ilə bağlı Mədəniyyət Nazirliyi rəhbərliyinin cənab Nazir Adil Kərimlinin imzaladığı təşəkkürnamə var. Sadəcə indi müəyyən səbəblərdən o gəlib çatdıra bilmədilər. Ona görə biz onu sonra təqdim edəcəyik. Amma bizim idarənin bir Şirvanda adətən lalə olur yolun duran. Amma biz sizə Yasəmən, elə Şirvan rəssamlarının çəkdiyi gözəl bir Yasəmən tablosu gətirmişik. Sizə uğurlar arzulayıram. Var olun. Təbrik üçün söz verilir Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri hörmətli Tural Qasımlıya. Hörmətli cənab başçı, hörmətli qonaqlar, hörmətli tədbir iştirakçıları, hörmətli Ağamurad müəllim, hər birinizin dəyərlisi, hər birinizi ürəkdən salamlayıram. Sizi ürəkdən təbrik edirəm. Xeyirli uzun ömür, möhkəm can sağlığı arz edirəm. Siz Azərbaycan aşıq sənətinin öndə gələn simalarındansınız. Azərbaycan aşıq sənətinin qorunub, saxlanılıb və gələcək nəticələrə ötürülməsində mühüm rol oynayan bir aşıqsınız. Azərbaycan tarixində aşıqlıq sənətinin öz xüsusi yeri var. Aşıq sənətinin tarixi kökləri çox qədimə gedir. Aşıq sənəti sadəcə incə sənətdən ibarət deyil. Aşıq sənətində musiqi var, aşıq sənətində rəqs var, aşıq sənətində poeziya var, ədəbiyyat var, irfan var, fəlsəfə var. Nəsillərdən nəsillərə ötürülərək bu günümüzə gəlib çıxıb və tarixən hər zaman xalqımızın ruhunu oxşayıb. Aşıq sənəti xalqımız tərəfindən çox sevilir. Eyni zamanda dövlət başçımızın da, çox hörmətli birinci vitse-prezidentimizin də hər zaman xüsusi diqqət və qayğısı altındadır. Biz bu bir neçə gün bundan öncə Aşıq Ələsgərin abidəsinin açılışının şahid olduq və möhtərəm cənab prezidentimiz o tədbirdə iştirak elədi. Çox önəmli mesajlar verdi. Bildiyiniz kimi, milli liderimiz Heydər Əliyev 70-ci illərin əvvəllərində Aşıq Ələsgərin 150-lik yubileyini Sovet İttifaqı nəzdində bütün ölkələrdə keçirilməsinə nail olub
və Aşıq Ələsgərin öz ata-baba torpağında abidəsi ucaldılıb. Müzəffər Ali Baş Komandamızın rəhbərliyi altında Müzəffər Azərbaycan ordusu 44 günlük vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdi və bilirdik, amma gözlərimizlə şahid olduq ki, ermənilər Azərbaycan tarixi abidələrini, məscidləri yerlə yeksən edib. O cümlədən Qərbi Zəngəzurda Aşıq Ələsgərin abidəsi dağıdılıb təbii. Biz artıq Qarabağa, Şərqi Zəngəzura qayıtdıq. Böyük qayıdış adı altında Azərbaycanlılar öz ata-baba torpaqlarına qayıdır və artıq Şuşada Xarı Bülbül festivalı keçirildi və Qarabağ şikəstəsi bütün Qarabağ torpağına yayıldı. Mən arzu edirəm ki, inşallah ən qısa zamanda möhtərəm cənab prezidentimizin də qeyd etdiyi kimi bizim qaçqınlarımız da öz ata-baba torpaqlarına qayıtsın və cənab prezidentimizin iştirakı ilə böyük bir konsert təşkil olunsun və siz öndə olmaqla bütün bizim aşıqlarımız mizrabın simə vursun və Aşıq Ələsgərin ata-baba torpağında bizim sazımızın səsi bütün Qərbi Azərbaycana yayılsın. Qərbi Zəngəzura yayılsın. Çox sağ olun. Və mən inanıram ki, burada əyləşən hər kəs, bütün Azərbaycan xalqı buna inanır ki, bu ən qısa zamanda baş verəcək. Bizim dəyərli aşığımız Aşıq sənədini layiqli ilə davam etdirdiyi kimi, bu sənədi layiqincə yaşatdığı kimi, eyni zamanda Yeni Azərbaycan Partiyasında çox fəal bir üzvüdür. Bizim hər zaman tədbirlərimiz aktiv olur. Bayaq müəllim də qeyd etdiyi kimi, dövlətə, dövlətçiliyə bağlı bir insandır. Və mən arzu edirəm ki, inşallah siz hələ bundan sonra uzun ömürlər yaşayasınız. Bayaq da getdim ki, xeyirli uzun ömürlər. Və həm aşıq sənətində, həm də partiya fəaliyyətində belə aktiv olasınız. Hər zaman sizləri öndə görək, hər zaman belə sağlam, gümrah görək. Mən yaranmış fürsətdən istifadə edərək Rayonumuzun İcra Hakimiyyətinin başçısı Cənab Tahir Məmmədova, qonaqlarımıza, Regional Mədəniyyət Mərkəzinin, Dağlıq Şirvan Regional Mədəniyyət Mərkəzinin rəhbərinə, Vasif müəllimə öz təşəkkürümü bildirmək istəyirəm. Tahir müəllim hər zaman bizim ağsaqqallarımızı, ziyalılarımızı diqqət mərkəzində saxlayır. Artıq Tahir müəllim rəhbərliyi ilə biz artıq bu bir ənənə hal alıb yubileylərin keçirilməsi. Allah bütün ziyalılarımıza, ağsaqqallarımıza xeyirli ömrlər qismət eləsin. Biz o tədbirlərdə sevə-sevə iştirak eləyək. Mən bir daha sizi təbrik eləyirəm və bayaq da qeyd etdiyim kimi partiyamızın fəal üzvü olduğunuz üçün mən xüsusilə bir fəxri fərman təqdim etmək istəyirəm. 60 illik yubileyiniz münasibətilə partiya sıralarındakı səmərəli fəaliyyətinə görə. Səsim qalsa da partiyanın içində həmşərim. İndi isə təbrik üçün söz verilir filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadır qızına. Hər vaxtınız xeyir, hörmətli yubiley iştirakçıları. Ulu Şirvan söz, saz, sənət yuvası olan, ocağı olan Ulu Şirvanın mərkəzi Şamaxı şəhərində xoş gördük hamınızı. Bugün biz Şirvanın, Şamaxının uca dağlarında bizim ulu ozanımız, dədəmiz Qorqudun təbirincə desək, qalanan bir tonqal şadlığa, şənliyə hesaplanan, çağıran bir tonqaldır. O tonqalın düstüsünə yığışmışıq. Söz, sənət aşiqləri, söz, sənət qədri bilən insanlar, sənətkara qiymət verən insanlar burada toplaşmışıq.
Mən də Şirvanın Aran yerindən gəlmişəm. Gəlmişəm ki, əsl sənətkarı, ustad dediyim, sənətkar dediyim, dost, qardaş dediyim Ağamurad Şirvanlını təbrik edeyim, şəninə söz deyim. Ancaq nə qədər gözəl sözlər vardı, lazımlı sözlər vardı. Məndən öncə hörmətli Tahir müəllim, Məhərrəm müəllim, Vasif müəllim və digər iştirak edənlər, çıxış edənlər onun haqqında nə qədər gözəl söz vardı dedilər. Mən Peyğəmbərimizin bir kəlamını yada salmaq istəyirəm. Zənginlik sərvətin çoxluğu ilə deyil. Həqiqi zənginlik ruhun zənginliyidir. Ağamurad ruhu zəngin olan bir insandır. 40 ildən çox Şirvan aşıq mühitində yorğa at çapan bir sənətkardır. Yerişini, duruşunu bilən, sözünü, sambalını bilən, oturuş duruşunu bilən, ağırlığını, sambalını qoruyan, gənc yaşından el ağsaqqalı titulunu qazanan bir sənətkardır. Və Şirvan aşıq mühitinin çox layiqli bir davamçısıdır. Ustadlardan dərs alıb Ağamurad. Ağamuradın şəcərəsi, nənəsi Püstəşkar qızından, dayısı, sinəsi dolu olan dayısı rəhmətlik Nadir Mərzəngəlidən qor götürmüş bir sənətkardır və ustadlardan, çox gözəl ustadlardan dərs alıb və özü də ustad kimi Şirvan aşıq mühitinə davamçılarını yetişdirən bir sənətkardır. Onun haqqında kifayət qədər söz deyildi, mən vaxtınızı çox almaq istəmirəm və onu bir qeyd eləmək mənim borcumdur ki, mən Ədəbiyyat Muzeyinin bayaq ekranda onun haqqında hazırlanmış çarxda Nizami Gəncəvadına Milli Elmlər Akademiyasının Nizami Gəncəvadına Ədəbiyyat Muzeyinin Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik, Milli Məclisin vitse-spikeri Rəfail Hüseynov gözəl sözlər dedi və Rəfail Hüseynov onun üçün bir fəxri fərman da yazmışdı. Bu biraz mənim günahım oldu deyim, bilmirəm. Mən bir şəhid tədbirindən çıxdım, çatdıra bilmədim. O gedib Bakıdan götürüb gəlməliydim. Elə Kürdəmirdən gəldim bura. Ona görə o demək fəxri fərmanın təqdimatını inşallah Bakıda Ədəbiyyat Muzeyində akademikin öz əlindən alarsınız siz. O da bir sizin üçün fəxri fərman hazırlayıb və bizim bütün tədbirlərimizdə mən Aran filialının müdiriyəm və çox gözəl sazlı sözlü tədbirlərimiz olur. Biz Mahmud Ağa Məclisi yaratmışıq ki, Mahmud Ağa Məclisində bizim görkəmli sənətkarlarımızın yubileylərini, xatirə günlərini keçiririk və bütün tədbirlərimizdə bir zəngimlə birinci özünü yetirən Ağamurad olur. Çox sənətə sədaqətli, dostluğa sədaqətli, ustadlara sədaqətli insandır. Ona görə də 10 il bundan əvvəl 50 illik yubileyində o tədbiri mən hazırlamışdım buranın mədəniyyət mərkəzi ilə bir yerdə və o tədbiri apardıqca mən artıq o qədər Şirvan eli, o qədər sənətkarları yetişdirib ki, hamısı da çağırılmayan hər kəs gəlmişdi. O tədbirə hər kəsdə bir ifa eləmək, onun haqqında gözəl söz demək istəyirdi. 5 saat o tədbir davam elədi. Artıq gördüm o çağırdığımız qonaqlarımız, alimlərimiz yaşlı insanlar idi. Onlar yorulmuşlar. Zəlimxan, rəhmətli Zəlimxan müəllim, rəhmətli Vasim Məmmədəliyev. Gördüm hamısı mənə işarə edir ki, Yaqut, yığışdır bu tədbir, artıq qutar. Biz yorulmuşuq. Ona görə də biz bağlayası olduq. Ancaq deyim, Ağamurada həsr olunan tədbir 5 saat yox, 5 gündə davam eləsə, onun haqqında nə qədər xoş sözlər deyilər, onu təbrik eləməyə gələnlər çox olar. Mən də qısa eləmək istəyirəm, bir onu deyirəm ki, mən sənə 100 il ömür arzulamıram. Allah sənə nə qədər ömür veribsə, o ömrü elə hər zaman belə şux, belə sağlam, belə zehni üstündə, yaddaşı üstündə və belə ağırlığı, sambalı üstündə bu nə qədər ömür yazılıbsa onu şərəflə başa vurasan. Bir daha təbrik eləyirəm. İnşallah ki, Allah qismət eləyər.
növbəti yubileylərində də iştirak eləyərik. Mən Tahir müəllim sizə də təşəkkür edirəm. Mən dəvət elədiyiniz üçün Ağamurada da təşəkkür edirəm və burada iştirak eləyib Ağamuradı ürəkdən alqışlayanların hər birinə minnətdarım. Əziz qonaqlar, sayğıdəyər tədbir iştirakçıları, Aşıq Ağamurad Şirvanlının 60 illik yubileyinə həsr olunmuş tədbirimiz bədii hissə ilə davam edir. Beləliklə, oxuyur tanınmış Aşıq Əli Tapdıqoğlu və əməkdar mədəniyyət işçisi Samirə Əliyeva. Müşahidə edirlər Balaban əməkdar artist Şirvan Fətəliyev, Nağara Cahandar Musayev, Qoşanağara Şəmsi Fətəliyev. Dostlar, bacılar, qardaşlar, salam. Bugünkü dəvətə xoş gəlibsiniz. Qoy sizi oxşasın hər gözəl kalam. Bu 50 adətə xoş gəlibsiniz. İstərəm həmişə saadət sizə, sədaqət, mərhəmət, məhəbbət sizə. Əzəldən bağlıdır bu sənət sizə, bu şeirə, sənətə xoş gəlibsiniz. Azaflı Mikail heyranınızdır, məclisləri sizin növranınızdır. Bu aşıq ürəyim qurbanınızdır. Bu saza, söhbətə xoş gəlibsiniz. Aşıq Ağamuradın, ustadın ad gününə, şad gündə, bugünkü dəvətinə hamılıqla xoş gəlmişik. Ustad, təbrik edirik sizi. Allah sizlərə can sağlığı versin və Aşıq Samirə, sən də bu Şamaxı torpağında, elimdə, ovamda xoş gördük. Xoş günlərə gələyəmiş. Və biz belə baxdıq ki, aşıqlar adətən fəşrona girərdilər, Şirvan aşıqları xüsusən, fəşrona məclisi açılıq elan edərdilər. Bizi də baxdıq ki, ilk nömrə olduğuna görə, elə Çoban Yaylağı Peşrosunun tərəfindən ərz eləyək, eşdənlər şad olsunlar. Ustad məclisində elə ustadların nənənəsinə sadiq qalağa. Bəli. Gəl odlayək sinəm üstən, gəl odlayək sinəm üstən, alın səni telli sazım, alın səni telli sazım.
Aşıq Samirə. Allah Ustad Aşıq Xanışa rəhmət eləsin. Bu yerdə deyir ki, dedim xanım bir bərbad. Dedim xanım bir bərbad. Ey dilini eylən dedim. Dedim gözümdə gözüm var. Dedim gözümdə gözüm var. Ged öz yerində qal dedim, ged öz yerində qal dedim. Ged öz yerində qal dedim, ged öz yerində qal dedim. Dedim ay qız hüsnüdür ay. Dedim yer buradan uzaq. Dedim ay qız hüsnüdür ay. Dedim yer buradan uzaq. Dedim ki göz yaşımdır çay. Dedim ki göz yaşımdır çay. Get tayını tapal dedim, get tayını tapal dedim. Get Burada pis tayını dedim. tapal dedim, get tayını tapal dedim. Hanı çok eyledim sular. Durdu karşımdan itkina. Hanı çok eyledim sular. Durdu karşımdan itkina. Kiminkidir dedim oxar. Ay kiminkidir dedim oxar. Ay seninkidir apar dedim, seninkidir apar dedim. Kiminkidir oxar dedi. Seninkidir apar dedim. Kiminkidir bu yar dedi. Seninkidir apar dedim. Kiminkidir bu yar dedi. Seninkidir apar dedi. Ustada can sağlığı, sizlere can sağlığı. Minnettarım bu güzel gece için bizim değerli ustadımıza bu hürmeti, bu ehtiramı gösterirsiniz. Var olasınız Harman, minnettarım. Meryem Ali, var olasınız. İndi isə çıxış üçün söz verilir. Azərbaycan Respublikasının xalq artisti, prezident təqaüdçüsü, professor Nəzakət xanım Teymurova. Müşahidə edir tarda əməkdar artist Ələğaz Sədiyev, kamançada əməkdar artist Xəyyam Məmmədov, balabanda əməkdar artist Şirzad Fətəliyev, nağarada Cihandar Musayev. Sevgilim gel görüşelim,
Vaxt ötür zaman keçir Qara göz yarım Əhdimin qarım Sensiz yaşaya bilmərəm Sensen baharım Sensiz yaşaya bilmərəm Sensen baharım Gün gələr batar gedər Durnalar qatar gedər Gün gələr batar gedər Durnalar qatar gedər Vəfalı yara can qurban Bir bəva yatar Vəfalı yara can qurban Bir vəfa yatar gedər Vəfalı yara can qurban Bir vəfa yatar gedər Vəfalı yara can qurban Bir vəfa yatar gedər Məhlətin Ey gözlər şəhlam məni yaman Öldürübdü yar məhlətin Ey gözlər şəhlam məni Soldurubdu gül kimi Düşdüyüm bu sevda məni yaman Bar hərdən ey məlakəm gəl Gəl məzarım üstən Bar hərdən ey məlakəm Gəl məzarım üstən Koyma topraklar içren Yekemi tenha məni
Böyle sanmayılmışam ben ölmez benim teyer yatan. Bir sefayam kim, bir üstadam kim unutmaz Hazreti Havva benim. Dolanırsan giden ay, perişan kalbime değme. Perişan kalbime değme. Küser könül senden ay yar, küser könül senden ay. Vicdanım gelen başına, durum dağların başına. Şemşir çöler bağırsam, ben kocayam secabansam, ben kocayam secabansam. Sen ki seni kuramansın, sen ki seni kuramansın. Güzel könül senden ay yar, güzel könül